Ad günüm mübarek. Sevincim, derdim. Bugüne en güzel duygumu verdim. Sözüm gül çiçeğiydi. Yoluna serdim. Çiçeği yaşındasan, yaşını deme. Şəhid Fəthizadə Fəthi Ağamoğlanoğlu 15-ci ay 1998-ci ildə Beyləqan rayonu Daşqın qəsəbəsində anadan olmuşdur. 19-9-cu 2023-cü ildə antiterror əməliyyatı zamanı qəhrəmancasına şəhid olmuşdur. Biz də Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədri Füzuli Rızaquliyevin adından şəhidimizin ailəsinə başsağlığı verərək Allahdan səbir dilləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məqamları uca olsun. Deyirəm Allah, analar balalarına qurban. Heç bir ana övladdan soruya qalmaz. Bugün mən 10.06.2025-ci il 1-ci Şahsan kəndinin antiterror şəhidimiz Fəthizadə Fəthinin mövlududur. Allah qardaşımızın timsalına cəmi şəhidlərimizə rəhmət eləsin. Başda Füzuli müəllim Rızaquluyev olmaq şərtliyi ilə bizim Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin rəhbəri və o cümlədən Beyləqan filialının sədri Akif müəllim, Əlövsət müəllim olmaqla onların adından da anamıza məkanı uca, yeri cənnət olsun deyirəm. Onlar da öz adlarına bizim anamıza başsağlığı versin. Biz qaziler orada onun adına iştirak edirik burada. Allah bir də belə xalqımıza bu cürünə dərd, bəla gözətməz. Hər zaman şad günlər, xeyir günlər nəsib eləsin. Alem geçsin biraz zinhar. Havam sen varın olsun. Havam sen olsun. Şəhid anaları çox sağ olsunlar. Bugünkü günü məni tək qoymadılar. Allah onların balalarını yerini cənnət eləsin. Allah o analara can sağlığı versin. Uzun ömür versin ki, həmişə balalarını yaşasınlar. Bugünkü günü məni tək qoymadılar, çox sağ olsunlar. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Kötü balamız değişmeyen uzun. Hep çevirəm. Allah sabır versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah o bir balandan göresin. Heç bir anaya bizə bala dağı geçsin. Durur içerisinde, durur içerisinde.
Bugün biz Fəthi balamızın cənnətdəki dəyişməyən mövluduna yığılmışıq. Deyirəm gözəl bala, dəyişməyən cənnətdəki dəyişməyən ad günü təbrik edirik. Nüşabə bacı, Allah'tan səbir diləyək. Allah bizə hamımıza səbir, dözüm versin. O dərdi daşıyalım. Allah o qalan balağı qoysun. Allah ona değməsin. Səbirli olmaq lazım. Qalan balalarımız için yaşayaq, yaşayaq. Alem gitsin biraz zinhar. Havamsan var olmasın. Havam boynuma aleyhi sar. Alem gitsin biraz Bugün deyilenlere koşularak şəhidimiz Fətzadə Fəthi Ağamoğlan oğluna Allah'tan məqamın uca olsun deyirəm. Anasına Allah səbir versin. Yaxınlarına Allah səbir versin. Məkanları cənnət olsun. Ruhları şad olsun. İmam Hüseynin qonağı olsunlar. Allah Teala bir daha anasına pis gün göstərtməsin. Allah Teala analara dair bir də pis gün göstərtməsin. Cəm şəhid analarına mən Allah'tan səbir, dözüm diləyirəm. Çoxlu dözüm diləyirəm. İnşallah Allah yerdə qalanına aydını qorusun. Aydına toy qismət eləsin. Ana da inşallah sevinsin, bir ürəyi açılsın. Allah məqamını uca eləsin bacı. Allah sənə çoxlu səbir versin. Fəthi balamızın bugün mövlududur. Balama deyirəm ki, cənnətdəki dəyişməyən mövludu mübarək olsun. Allah biz analara da səbir dözüm versin ki, yaşayaq ki, balalarımızı yaşadaq. Alem gitsin biraz zinhar. Havamsan var olmasın. Havamsan. Dik tut başını anam. Ağlama, Lay lay balam var, ağlama anam. güzel balam Ağlama. Lay lay balam var, güzel balam var. Bugün burada vətən uğrunda canını fəda etmiş qəhrəman oğlumuz Fəthi Fərzadənin mövlüdü günü münasibətilə bir araya gəlmişik. Bu həm kədərin, həm də qürurun birləşdiyi gündür. Biz şəhid anaları üçün belə günlər ağırdır. Amma o bir o qədər də müqəddəsdir. Çünki oğullarımızın yaşadığı deyil, yaşatdığı dəyərlər bugün xatırlanır. Bütün şəhidlərimizin yolu eyni yol idi, vətən yolu. Onlar eyni ruhla, eyni inamla şəhadət zirvəsinə yüksəldilər. Müəllim kimi düşünürəm ki, bu cür igidlərin həyat hekayələri məktəb dərsliklərindən daha artıqdır. Onlar bizim tariximizin canlı səhifələridir. Bu səhifələr oxunmalı, öyrənməli, əsla unudulmamalıdır. Fəthi Fərzadə bir igid, bir qardaş, bir oğul və eyni zamanda Azərbaycanın əbədi qəhrəmanlarından biridir. Onun doğum günü artıq bir ailənin yox, bütün Azərbaycanın yaddaşında yaşamalıdır. Əziz tədbir icraçıları, bu torpaq yəni yeni gənclərə, mən baxdım burada şagirdlər düşünürdüm ki olar, amma şagirdlər yoxdur. Yəni yeni gənclərə əmanətdir. Oğullarını vətən yolunda itirmiş anaların baxışında həm qürur var, həm də sizə ünvanlanan bir nida. Bu torpağın qədrini bilin. Biz şəhid anaları üçün şəhid anası olmaq həm ağırdır, həm də müqəddəsdir. Biz övladımızın yoxluğunu hər an hiss edirik. Ancaq onların adlarını qürurla daşıyırıq. Çünki onlar vətən üçün, xalq üçün, dövlətimiz üçün canlarını fəda etdilər. Bugün buradan giydiyi formanın, daşıdığı rütbənin haqqını layiqincə verən şəhid zabit Həmid Həmidlinin anası olaraq və bir müəllim, bir Azərbaycan vətəndaşı olaraq deyirəm. Mən fəxr edirəm. Fəxr edirəm ki, övladım Ali Baş Komandanın əmrini şərəflə yerinə yetirdi. Fəxr edirəm ki, onlar xalqının gələcəyi üçün canlarını verdilər. Və fəxr edirəm ki, bu vətən belə igidlər yetirir. Cənab Prezidentimizin dediyi kimi, şəhidlər bizim qürurumuzdur. Bu sözlər təkcə siyasət deyil, ana ürəyinə məlhəmdir, dayaqdır.
Əziz tədbir çərçarı, şəhidimizin ömrü qısa oldu, amma onların adı əbədi oldu. Onlar torpaq uğrunda şəhid oldular ki, insanlar sabah rahat yaşasınlar. Onlara borçluyuq, həm yaddaşlarda, həm əməldə. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Onların ruhu qarşısında baş əyirəm. Qoy bu torpaq şəhid qanına həmişə sahib çıxsın. Qürurla deyirəm, yaşasın Azərbaycan, yaşasın xalqımız, yaşasın Ali Baş Komandanımız, yaşasın şəhidlərimiz.